Qaçmaq, tullanmaq, atmaq. Bunlar insanlığın bildiyi ən təməl, ən ibtidai hərəkətlərdir. Amma bu hərəkətlər bir araya gələndə sadəcə bir idman növü yox, minillik bir ənənə, insan potensialının sərhədlərini sınağa çəkən möhtəşəm bir arena yaranır. Bəli, söhbət atletikadan, yəni idman növlərinin kraliçasından gedir. Bugün biz bu kraliçanın tacındakı hər bir daşqaşa yaxından baxacaq, onun sirlərini açmağa çalışacağıq. Salam, mən Mirabuz Səlt Bəhrəmov, sizə atletikanı izah edəcəm. Gəlin elə birlikdə baxa görək, bu möhtəşəm idman növünü bu qədər xüsusi edən nədir və niyə ona bütün idman növlərinin anası deyirlər? Hər şey adından başlayır, elə deyilmi? Atletika. Bu söz qədim Yunan dilindən gəlir və birbaşa tərcümədə mübarizə deməkdir. Amma dayanın, bu təkcə rəqiblərinə qarşı apardığı mübarizə deyil əsla. Bu, saniyə ölçənə qarşı, santimetrlərə qarşı, yerin cazibə qüvvəsinə qarşı və bəlkə də ən əsası öz daxilindəki səslərə, öz limitlərinə qarşı apardığın bir mübarizədir. Hər bir atlet start xəttinə çıxanda əslində minillər əvvəlki o mübarizə ruhunu yenidən canlandırır. Bu idmanın kökləri o qədər dərindir ki, gəlin sürətli bir zaman səyahətinə çıxaq. Təsəvvür edin, eramızdan əvvəl 776-cı il, qədim Yunanistan. Atletika orada təkcə bir yarış deyil, bir mədəniyyət, bir şərəf məsələsidir. Sonra zamanda böyük bir sıçrayış edirik 1837-ci ilə İngiltərəyə. Məhz burada müasir atletikanın ilk toxumları səpilir. Və təbii ki, 1896-cı il, Afina. Müasir olimpiya oyunları yenidən doğulur və atletika onun ürəyi olur. Hər şeyin qaydasında getməsi üçünsə, 1912-ci ildə bugünkü World Athletics təşkilatı yaranır ki, bütün dünyada qaydalar eyni olsun. Və bizə ən yaxın, ən əziz tarix 1992. Müstəqil Azərbaycan öz Atletika Federasiyasını yaradır və idmançılarımız dünyaya addım atır. Bəs bugün yol xəritəmizdə nələr var? Tez baxaq. Əvvəlcə atletikanın əslində nə olduğunu tam anlayacaq. Sonra qaçışın müxtəlif növlərini, sprintdən marafona qədər kəşf edəcəyik. Tullanma və atmaların texniki sirlərinə baş vuracaq, bir yarışın taleyini həll edən sprinter startını analiz edəcək və sonda ən hərtərəfli atletlərin dünyası olan çoxnövçülüyə nəzər salacaq. Hazırsınız? Başladıq. Yaxşı, gəlin elə birinci sualdan başlayaq. Atletika nədir? Çoxumuz bu adı eşidəndə ağlımıza ancaq qaçış gəlir. Amma bu, icebergin sadəcə görünən tərəfidir. Əslində atletika insan bədəninin bacardığı ən təməl, ən təbii hərəkətləri, qaçmaq, tullanmaq, atmaq, götürüb onları ölçülə bilən, müqayisə edilə bilən bir yarış sisteminə çevirən nəhəng bir idman ailəsidir. Ümumiyyətlə, atletikanı üç böyük qrupa ayıra bilərik. Birincisi, yeriş və qaçış. Bura partlayıcı güc tələb edən sprintlər də daxildir, dözümlülüyün zirvəsi olan marafonlardır. İkincisi, texniki növlər, yəni tullanma və atmalar. Bunlar artıq xam güclə texnikanın birləşdiyi, fizika qanunlarına meydan oxuduğumuz növlərdir. Və üçüncüsü, çoxnövçülük. Bu isə bütün bu bacarıqları bir bədəndə cəmləyən əsl universal atletlərin sınağıdır. İndi isə keçirik atletikanın ürəyinə, onun ruhuna, qaçış növlərinə. Bu, yəqin ki, hamımızın ən çox bildiyi və sevdiyi hissədir. Amma bilin ki, burada hər bir məsafənin özünə məxsus bir xarakteri, öz taktikası, hətta öz fəlsəfəsi var. Və budur, sprint. İnsan bədəninin nə qədər sürətli ola biləcəyinin son həddi. Məqsəd çox sadə görünür. A nöqtəsindən B nöqtəsinə mümkün olan ən qısa zamanda çatmaq. Amma bu sadəliyin arxasında partlayıcı güc, ildırım sürətində reaksiya və mükəmməl texnika yatır. Klassik məsafələr 100, 200 və 400 metr. 100 metr xalis gücdürsə, 200 metrə döngəni sürətlə qaçmaq sənəti əlavə olunur. 400 metr isə tam başqa bir aləmdir. O məsafə ki, bədəniniz sizə dayan deyir, amma iradəniz davam etməlisən deyə qışqırır. Bir sözlə, sprintdə saniyənin %1-i belə qızıl medal deməkdir. Amma qaçış dünyası təkcə sprintdən ibarət deyil. Baxın, nə qədər fərqli hekayə var. Orta məsafələr 800 və 1500 metr. Qaçış zolağı üzərindəki bir şahmat oyunudur. Burada təkcə sürət yox, taktika, düzgün mövqe seçmək hər şey həllidir. Uzaq məsafələr, yəni 5000 və 10000 metr isə daha çox bir meditasiyadır. Burada rəqiblərdən çox öz daxilindəki yorğunluqla, monotonluqla mübarizə aparırsan və əlbəttə insan iradəsinin manifesti olan marafon. 42 kilometr 195 metr. Bunlarla yanaşı həm sürət, həm də ritm tələb edən sədlərlə qaçış və təbiətlə iç-içə olan cross qaçışları da bu böyük ailənin üzvləridir.
İndi isə gəlin qaçışla rəqsin birləşdiyi bir növə baxaq. Sədlərlə qaçış. Burada sadəcə sürətli olmaq yetərli deyil. Atletlər sprint sürətini qoruyaraq, eyni zamanda qarşılarına çıxan maneələri müəyyən bir ritmlə, bir ahənglə dəf etməlidirlər. Hər şey bir ritm üzərində qurulub. Sanki musiqi ilə qaçırsan, amma bir notu səhv bassan, bütün simfoniya pozulur. Bir anlıq tərəddüd, bir kiçik toxunuş və yarış bitdi. Bu, həqiqətən də sürət, çeviklik və koordinasiyanın möhtəşəm harmoniyasıdır. Yaxşı, qaçış solağını bir anlıq kənara qoyuruq və stadionun mərkəzinə, meydançaya keçirik. Bura partlayıcı gücün, illərlə mükəmməlləşdirilmiş texnikanın və fizika qanunlarına meydan oxumağın məkanıdır. Söhbət tullanma və atma növlərindən gedir. Gəlin sadələşdirək. Meydança növləri iki əsas prinsipə dayanır. Birincisi tullanmadır. Məqsəd, bədənini yerin cazibə qülləsinə qarşı mümkün qədər uzağa və ya yüksəyə aparmaqdır. İstər uzunluğa tullanmada olduğu kimi üfüqi, istərsə də hündürlüyə tullanmada olduğu kimi şaquli istiqamətdə. İkinci prinsip isə atmadır. Burada məqsəd, bədəndəki bütün gücü ayaq barmaqlarından başlayıb əlin ucuna qədər bir zəncirvari reaksiya ilə bir alətə, nüvəyə, diskə, nizzəyə ötürüb onu mümkün olan ən uzaq məsafəyə göndərməkdir. Hər ikisi də əslində gücün və texnikanın sənətidir. Baxın, bu iki fərqli dünyadır. Bir tərəfdə hündürlüyə tullanan atlet, o, qaçaraq topladığı sürəti inanılmaz bir elastikliklə yuxarıya doğru bir enerjiyə çevirir və sanki hava üzərində bir anlıq rəqs edərək maneəni keçir. Digər tərəfdə isə nüvə itələyən atlet var. Bütün bədəni bir yay kimi gərilir və bir neçə saniyəlik fırlanmayla bütün gücünü o ağır metal kürəyə ötürərək onu partlayışla irəli atır. Biri sanki cazibə qüvvəsinə meydan oxuyan bir zəriflik, digəri isə xam gücün təntənəsidir. Yenidən qaçış solağına qaydırıq, amma bu dəfə finişə yox, hər şeyin başladığı o tək ana, o gərgin saniyəyə fokuslanırıq, starta. Bura yarışın qazanıla və ya itirilə biləcəyi, saniyənin %1'lərinin belə böyük əhəmiyyət daşıdığı bir məkandır. Bir yarış ilk saniyədə necə qazanıla və ya itirilə bilər? Gəlin düşünək. 100 metrlik yarışda qaliblə ikinci yeri ayıran zaman fərqi göz qırpımından belə az ola bilir. Deməli, startdakı ən kiçik bir gecikmə sizə medala başa gələ bilər. Amma bir sir də var. İnsan beyni səsi eşidib reaksiya verməsi üçün ən az 0,1 saniyəyə ehtiyac duyur. Əgər bundan tez tərpənsəniz, bu fal start sayılır və yarışdan kənarlaşdırılırsınız. Yəni, bütün sənət məhz o 0,1 saniyəlik pəncərəni tutub mükəmməl reaksiya verməkdir. Hər şey 3 sadə sözündən idarə olur, amma hər sözün arxasında böyük bir gərginlik var. Birinci, starta. Atlet bloklara yerləşir, nəfəsini nizamlayır, bütün dünyadan təcrid olur. İkinci, diqqət və bu an stadion susur. Atlet ombasını qaldırır, bütün əzələlər bir yay kimi gərilir, bədən partlamağa hazır vəziyyətə gəlir. Hər kəs nəfəsini tutub gözləyir. Və nəhayət, atəş səsi. Bu səs bütün o yığılmış enerjinin azad olması üçün bir siqnaldır və atlet partlayışla irəli atılır. Bu start mövqelərinin hər biri, hər bir bucaq, hər bir detal fizika qanunları ilə hesablanıb. Starta mövqeşində bədən enerji toplayır, amma diqqət komandası ilə hər şey dəyişir. Omba çiyinlərdən bir qədər yuxarı qalxır və bədən partlayış üçün ən ideal bucağı alır. Bu təsadüfi deyil. Bu, ayaqların start bloklarına maksimum güclə təkan verərək bədəni mümkün olan ən yüksək sürətlə irəli atması üçün yaradılmış mükəmməl bir mexanizmdir. Ancaq sprint təkcə startdan ibarət deyil. 100 metrlik qaçış əslində 4 hissəli bir hekayədir. Birinci pərdə, start. İkinci pərdə, start sürətlənməsi. Bu ilk 20-30 metr ərzində atlet bədənini tədricən dikəldərək maksimal sürətə çatır. Üçüncü pərdə, məsafə boyu qaçış. Ən maraqlısı da budur ki, burada atletlər daha da sürətlənmir, sadəcə yavaşlamamağa çalışırlar. Bu, sürətlə deyil, yorğunluqla bir döyüşdür. Və dördüncü, son pərdə, finiş. Bədəni irəli ataraq finiş xəttini keçmək. Hər mərhələ öz sənətini tələb edir. Yaxşı, bəs bir atlet həm sürətlə qaçır, həm hündürə tullanır, həm də nizə ata bilirsə, ona nə deyirik? Ona biz çoxnövçü deyik. Onlar atletikanın sveçra bıçağı kimidirlər, hər işi bacarırlar. Gəlin indi də idmanın ən çətin, ən hərtərəfli növünə əsl atletlərin sınağına baxaq. Təsəvvür edin 2 gün. 2 gün ərzində dayanmadan bədəninizin və zehninizin limitlərini zorlayırsınız. Kişilər üçün bu 10 növçülükdür. Qaçış, tullanma, atma, tam 10 fərqli növ. Qadınlar üçünsə 7 növçülük, yəni 7 fərqli növ. Burada təkcə bir növ üzrə yaxşı olmaq kifayət etmir. Hər bir nəticəniz, hər santimetr, hər saniyə xallara çevrilir. Və sonda ən çox xal toplayan atlet dünyanın ən yaxşı atleti,
qeyri-rəsmi titulunu qazanır. Bu təkcə fiziki güc deyil, bu inanılmaz bir iradə sınağıdır. Atletika əsasən fərdi mübarizədir, düzdürmü? Atlet və onun nəticəsi. Amma bir an var ki, hər şey dəyişir və fərdilik komanda ruhuna çevrilir. Bu, estafet yarışlarıdır. 4 sürətli atlet bir komanda olur və qələbənin taleyi o kiçik çubuğun əl dəyişdirməsindən asılı olur. Bu, saniyələr içində baş verən körkörənə bir güvəndir. Bir atlet çubuğu digərinə ötürərkən arxaya belə baxmır, sadəcə komanda yoldaşına inanır. Bir anlıq tərəddüd və ya 1 santimetrlik səhv bütün komandanın zəhmətini heçə endirə bilər. Əsl komanda işi budur. Beləliklə, söhbətimizin sonuna gəlirik və başdakı suala qaydırıq. Bütün bunlardan sonra atletika sizcə nədir? Sadəcə kimin daha sürətli qaçdığını, daha uzağa tullandığını müəyyən edən bir yarışlar toplusu, yoxsa bu, insanın öz fiziki və mənəvi sərhədlərini aşmaq, daha sürətli, daha hündürə, daha güclü olmaq cəhdidir? Bəlkə də atletika bizə hər gün biraz daha yaxşı, biraz daha iradəli olmağın mümkün olduğunu hatırladan bir həyat fəlsəfəsidir. Cavab, yəqin ki, hər birimizin öz qəlbindədir.